Yeni adi günlərdən biridir dostlar. Bu dəfə həftəlik vloqdur və Sumqayıta gedirik. Sumqayıta niyə gedirik? TEDx tədbirinə dəvət almışam. Dünya şöhrətli tədbirdir və bu tədbir lisenziya əsasında bu dəfə Sumqayıtda keçirilir. DJ Fatih ilə də görüşürəm və deyir ki, sənin vloqlarını izləyirəm, maraqlıdır. Diqqət üçün, dəyər üçün çox sağ ol. Həqiqətən həvəslənirəm insanlar mənə dəyər verəndə, işimi bəyənəndə. Mən də çalışıram ki, fərqli işlər görüm və bu fərqli işlər məni bugün bu səhnəyə gətirib çıxardıb. Həqiqətən həyəcan çoxdur. Çünki insanlar qarşısında ilk dəfə bu qədər insan qarşısına çıxış edəcəm və Fatih başladı tədbirə və ilk mənim çıxışım olacaq. Keçdim səhnə arxasına və beləliklə səhnədəyəm. İlk 1 dəqiqə çətinlik çəkdim, biraz həyəcan oldu və 17 dəqiqə ondan sonra danışdım. Çıxışım 18 dəqiqə oldu. Həyatımın qısa bir hissəsi idi. Konferansın bu dəfəki mövzusu kəpənək effekti təsadüflər idi və kiçik təsadüflər insan həyatına təsiri. Mən də çıxışımı bu mövzuya uyğunlaşdırmağa çalışdım və fasilədə Aynəbənd qrupu gəldi və o da qəşəng çıxış etdi. Aynəbənd Neftçala Səlyan ləhcəsində, yəni şüşəli yerə dillər. Qrupun adı maraqlı idi. Promətə dostum Fərhad bəy və digər spikerlər hamısı çıxış etdi və fasilə oldu. Fasilədə dostlar mənimlə şəkil çəkdirdi. Dostum Ədalət də gəlmişdi, yoldaşım Məlikə də orada idi. Bir dənə kofe içdim və konferans 6-ya qədər davam etdi. 1 dəqiqəsi belə boş keçmirdi də. Hamının çıxışı maraqlı idi. Fatih digər spikerlərə çıxış təqdim etdi. Fərid qardaş da danışdı. Sonra Cəlalə Nəzəroğlu və Akşin Yenseyin dəyərli fikirləri həqiqətən möhtəşəm idi və tədbirimiz bu formada başa çatdı. Mənim üçün çox maraqlı bir tədbir oldu, təcrübə oldu və növbəti gündə bu sarı 01-ə minirəm. Bilirsiniz də yarışdadır. 5 manatdan abunə paketi alırsınız və bu maşını qazanmaq şansı əldə edirsiniz igb.az saytından. Və davam edirik, gedirik məhəlləmizə və işin məhəlləsində ATV-nin ARB-nin yanında maşını veririk avtoyumaya və mənim studiyam dostlar burada yerləşir. Ayna Zerikala binasının 3-cü mərtəbəsində və görürsünüz bizim kollektivdir və mənim bura iş yerimdir. Burada televiziya verilişləri çəkirik və bugün mənim süfrəmin çəkilişidir. Verilişi aparıram, biraz danışırıq, dadlı təyamlar. Ən sevdiyim şeydir də yemək yemək. Ona görə yemək verilişi aparıram. Rəsul gəlir, o da atası kimi simit sevəndir. Bir tikə simit yeyir və Elmirə xanımla başlayır o veriliş aparma. Deyir, ata, yerə keçəcəm, yerə keçəcəm. Dedim, ay bala, keç dənə keç. Rahat apar, ata başqa işlərlə məşğul olsun. O tərəfdə də yeni bir studiya qururam. İnternet layihəsidir. İnşallah tezliklə biləcəksiniz. Heydərlə dostluqda, Heydərlə də Çexiyada olub Rəsul. O vaxtdan dostluq edirlər. Deyir ki, mənə Heydər, sən yedizir və yeməkləri yeyir, Rəsul bəyənir. Rəsul indidən öz yanımda gəzirirəm, dost kimi və bu həftə onunla çox vaxt keçirirəm və gedirik dostlar Ağşəhərə. Dostumuz Fərid var, Elşad əmin oğludur və yeni mağaza açıb. Mağazanın açılışına mənə Rəsulu dəvət etmişdi. Rəsul son zamanlar indi əvvəllər insanlarla görüşür, nəsə bilmirəm yaş həddidir, nədir? İnsanlarla nəsə salamlaşmır, utanır. Və belə bir Vespa, Rəsul hərəkət eləyəndə görürsən, maşın, motosiklet çox sevir və deyirəm, bir də sarı açıq aldım sənin üçün. Sarı Mercedes-lə sür də. Elşad əmi də Rəsul mindirir motosikletə və açqın neyinləm, nətər eləm şey eləyə bilmirəm, ala bilmirəm. Belə özümə bir köynək alıram və Rəsulla gedirik. Deyirəm, bir dənə Ağşəhərə gəlmişik, qəşəng bir dənə kofe içə. Rəsul deyir ki, ayətəm, mən üçün bir də kartof al. Bu Mahmuddur, dostumuz Həsənin qrup yoldaşıdır və onunla oturuq burada. Qəşəng bir dənə bura, bir dənə burada dadlı şey yedim, Napolyon tortu. Özü yağı da özləri hazırlayırlar. Yəni hər şey orada hazırlanır. Yeməklər çox dadlı idi. Restoranın adı da Torte Latte'dir. Qəşəngdir. Ağşəhərdə yerləşir. Yəni tövsiyə etdiyim bir yerdir. Dedim, yenə gələcəm inşallah. Və gələm evə dostlar. Yoldaşımı götürürəm və gedirik Neftçalaya. Bütün hadisələrin sonu Neftçalada bitir. Səlyan, bizim ana torpaq, Neftçala və Fariz Usta 07, bu atamın 07-sidir. Dünyada trend o video, alma videomdur. Maşın da trend olacaq, sıfırdan yığdırırıq və gələm həyətə, atam bizi gözləyir. O yolu gələnə qədər atam həmişə narahat olur və hovuzumuz da tərtəmiz, həyətimiz də gül çiçək, gilas da yetişib. Bir də balaca gilas ağacımız var, 5-6-dan gətirir. Atam anam yeməyib, sizin üçün saxlamışam. Alça ağacı da yetişib. Hələ bunun üçün sevirəm Neftçalanı. Bu quş səsi,
gözəlliyi. Atama deyirəm, Nivə, minə, bu gün axşamı çağırıblar mənə. Dostumuz Həsən var Salyandan. Və 24-lə gedəcəkdim. Görürük ki, 24-ün arxa amortisatoru asılıb. Deyəsən, Ərəbistandan elə gəlmişik. Və minlə Mercedes-lə gedirəm. Neftçala, inzibati olaraq Salyanda yerləşsə də ərazi olaraq Neftçaladır. Və Həsən qardaşımız və Həsən tır işi ilə məşğuldur. Həmişə vloqlarda yolda rastlaşırıq. Bu qardaşın toyudur sabah və bu gün də ciyər axşamıdır və ciyər bişir burada. Burada tuşonka bişir. Şorkən də elə bir o Neftçalanın sonuncu kəndidir də, yəni Salyandır. Yəni 48 kilometrdir Neftçalada. Bir dənə lıqqa suyuyla, kür suyuyla bir də çay içirik. Sevirəm də öz yurdumu, öz vətənimi, Azərbaycanın hər yerini. Bizim adət-ənənə çox gözəldir. Baxın, Avropada olur, kəndlər, şəhərlərə ayrılır. Baxın, bu inay olan yer Salyandır, bura Neftçaladır. Bu belə ayrılır. Və ifaçılar gəlir, qəşəng musiqi olacaq. Birazdan yeyib, içib, oynayacaq. Qəşəng fətirlə, lavaş, bizdə fətir deyirlər. Balıqdan götürəm, dolma balıqdan. Yəni, Salyanlılar, Neftçalalar bunu super bişirir və sac gəlir, belə isti. Bundan da bir dənə götürəm, yeyirəm. Qəşəng məclisdir. Allah xoşbəxt eləsin. Həsən də var olsun. Moskvicin üstündə nömrə vardı 47 BC 047. Həsən gəl elə bir tır işi ilə, Kamaz işi ilə məşğuldur. O nömrə onların Kamazının üstündə idi və mənə hədiyyə etdi o vaxtı və o vaxtdan dostluğumuz yarandı və indi də ciyər axşamına dəvət almışam və Qaz 24-ü də onlara verəcəm. Sabah gəlim gətirdi maşın olacaq və Salyan üzümü də bilirsiniz də öz adı ilandır və üzüm də yetişir və hava da sərindir. Oynaya bilmirəm ki, nə təriqəlidə oynamaya. 1006-ya bir dənə dairə vururam. Həsən gəlib satırdı, keçən dəfə çəkmişdim. İstəyirdim almaq, hələ ki bilmirəm alım yoxsa almayım. Nə deyirsiniz?